Cücə yetişdirilməsində su və yem qurğularının düzgün yerləşdirilməsi çox vacib rol oynayır. Manual sistemdə 50-70 cücəyə yem qabı, bir dənə su qabı qoyulur. Ancaq avtomatik sistemdə 70 dənə cücəyə bir dənə yem qabı olmalıdır. Nipel sistemində isə 12 cücəyə bir dənə nipel qurğusu quraşdırılmalıdır. Bu zaman cücə nə yemdə, nə də suda sıxıntı keçirtməyəcək. Məsafələrə xüsusi diqqət yetirmək lazımdır. Yem xətti ilə su xətti arasında məsafə 1 metr 50 sm olmalıdır. Yem xətti ilə digər yem xətti arasında məsafə 3 metr olmalıdır. Bu məsafələr qorunduğu zaman cücə az enerji sərf eləyib həm yemə, həm də suya çatır. Enerji itkisi nə qədər az olursa, cücə yorğunluqdan və stressdən uzaq olur. Bu da cücənin sağlam böyüməsində böyük rol oynayır.